أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبتيه الحسن والحسين سيدي شباب أهل الجنة وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي حججك على عبادك وأمنائك على بلادك يا ربي صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Muhterem müminler, muhterem mümineler, evvel özümü ve sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri imanlı, təqvalı insanlardan qərar versin. Allah son anımıza qədər ağlımızı və sağlamlığımızı əlimizdən almasın. Son nəfəsimizə qədər sağlam ağılla, sağlam təfəkkürlə, sağlam bədən üzvləri ilə ona ibadət, itaət eləməyi bizlərə nəsib eləsin inşallah. Allah xəstələrimizə tezliklə şifa inayət eləsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Bizdən vaxtı ilə burada ibadət, itaət eləyib, cüməyə gələnlər, indi aramızda olmayanlar, keçən həftə də biz əziz qardaşlarımızdan, möminlərimizdən birini itirdik. Hamınız bəlkə də adı ilə tanımasınız da, Hacı Xeyrullah düz elə, orada oturan ağsaqqal kişimiz, Girdənili, Allah onu rəhmət eləsin, ruhunu şad eləsin. Həqiqətən çox mömin insanıdır, çox dəyərli insanıdır. Öz yerini bilən insanıdır. Belə demək olar ki, bir cümə olmazdı ki, gəlməsin. Allah onun ruhunu şad eləsin, Allah ona rəhmət eləsin. Hamımız onun ruhuna ucalı bir salavat ehsan edir. Allah İmam Zaman Ağanın zuhurunu tezləşdirsin. Bizi də onun zuhuruna hazır olanlardan qərar versin. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad edirik. Ayələrdə gizlənən həqiqətlər silsiləsində bugünkü nəzərinizə oxumaq istədiyim ayə Qur'an-ı Kərimin Tövbə surəsinin 111-ci ayəsidir. Allah bu ayədə görün bizə nə deyir? Deyir: İnnəllaha iştərə minəl mu'mininə ənfusəhum və əmvaləhum bi ənnə ləhumul cənnə. Allah möminlərdən onların özlərini və mallarını cənnətin müqabilində satın alıb. Tövbə surəsinin 111-ci ayəsi. Allah möminlərdən, inşallah biz də onlardan olarıq, nəyi alıb, satın? Canlarını və mallarını cənnət müqabilində satın alıb. Əziz qardaşlar, bizim ünvanımız ayələrdə gizlənən həqiqətlərdir də, elə deyir. Bu ayədə gözəl bir həqiqət gizlənib ki, biz bəzən onun fərqinə varmırıq. Yerlər də, göylər də, yerlərdə olanlar da, göylərdə olanlar da, bizim özümüz də, nəyimiz varsa hamı Allahındır. Belədir. Biz hamımız deyirik ki, inna lillah və inna ileyhi raciun. Biz Allah'ınıq, Allah'a tərəfdə qayıdar. Kimin mülkü var ki? Bizim hamımızın mülkümüz, varımız, evimiz, hər nəyimiz bu şərti mülkiyyətdir. Daimi mülkiyyət deyil, müvəqqəti mülkiyyətdir. Verilib bizə alınacaq. Biz əgər qismət olsa bu 200 metrə kəfəni özümüzdən apara bilsək ya da apara bilməsək. Bu da qismət olsun. Belə deyil.
Burada Allah Subhanahu ve Teala her bir varlık aleminin malikidir. İndi əziz qardaşlar, sən özünə məxsus olan bir şeyi kimdənsə satın alırsan, bu mənim telefonumdursa, sənin əlindədir. Mən bunu səndən pulun müqabilində satın ala bilərəm, öz mülkümdür də, belə deyir. Adam özünə məxsus olan bir şeyi ki, almır ki, sata bilər onu, ala bilməz. Belə deyir. Mən öz maşınımı satıram. Amma sənin əlində müvəqqəti istifadəyə vermişəmsə, sən onu mənə qaytaranda satırsan mənə, ya mənim olanı mənə qaytarırsan. Başa düşdünüz bunu? Bu varlıq aləminin də bir sahibi var. O da aləmləri yaradan Allah'dır. Amma Tövbə surəsinin 111-ci ayəsində nə deyir bizə? Deyir, Allah möminlərdən özlərini və mallarını cənnət müqabilində satın alıb. Axı biz özümüz də özümüzün deyilik. Malımız da bizim deyil. Allah nə üçün bizdən belə bir ticarət qurub və burada alqı-satqı məfhumu ilə siz satmışsınız, mən almışam və bu alqı-satqında mən sizə cənnət vermişəm deyir. Əzizlər, burada bu həqiqətə diqqət edin ki, Allah hər bir şeyin maliki olmasına baxmayaraq insana o qədər hörmətlə yanaşır. İnsan nə qədər nankör olsa hamımız müəyyən mənada, nə qədər də onun hər şeyə sahib olması və bizim heç nəyimizin olmamasının fərqinə varmasaydı, həqiqət belədir, heç nəyimiz yoxdur bizim. Lakin yenə də Allah nədir? Hörmət əlaməti olaraq deyir, bax, bu can sənindir. Düzdür, mənimdir, mən sənin hesab edirəm. Mal, mülkü mən sənə vermişəm, mənimdir. Amma hörmət əlaməti olaraq, çünki sən mənim şah əsərimsən, sənin hesab edirəm. Çünki yer üzündə mənim xəlifəm sənsən. Mən belə özüm bunu sənin hesab edirəm. Sənin olmasa da sənin hesab edirəm. Özüm verdiyim şeyi səndən ikinci dəfə satın alıram. Diqqət edin, bu ilahi lütfdir. Bu Allahın bir ədalətidir. Allahın bir lütfüdür, kərəmidir. Bizə verdiyi bir dəyərdir. Sən heç vaxt müvəqqəti istifadə üçün birinə verdiyin əşyanı pul müqabilində geri almırsan. Verməyəndə də nədir? Zorla deyirsən, bu mənimdir, ver mənə. Amma Allah gör nə qədər bizə dəyər verir. Bu ayədə olan həqiqətə baxın. Bu gizli bir həqiqətdir. Özünün olanını bizdən yenə də nədir? Satın alır. Deyək ki, eybi yoxdur. Ver mənə, verəcəyəm onun müqabilində sənə. Belə bir Allah görmüsünüz. Belə bir lütfə, kərəmə, səxavətə, rəhmətə sahib olan varlıq görmüsünüz. Bu ayə çox dəhşətli ayələrdəndir ki, Allah möminlərdən özlərini və mallarını cənnət müqabilində satın alıb. Özünkünü səndən yenə nəyin müqabilində alıb? Sənə dəyər verib Allah. Bizə dəyər verib. Sən əgər Allahla bu ticarətə biz girə bilsək, mən girə bilsək, özümüzü və malımızı, mülkümüzü Allahın ötəsinə qoya bilsək, Allah deyir, sənin dəyərin yeganə bir şeydir. Özü ucuza satma. Bu sözü məndən çox eşitmiş. Sözü yenə də təkid üçün deyirəm. Bax, bir əşyanı istehsal eləyən zavoddan başqa onun həqiqi dəyərini bilən var. Çünki o xam malı o sərf edib, istifadə, işçi qüvvəsi nə sərf edib, bilir, bütün hər şeyi hesablayır, axırda qazancını da qoyur, onun dəyərini qoyur. Belə deyir. Biz kənardan ona dəyər verə bilmərik. İstehsalçı şirkət, zavod istehsal etdiyi, satdığı bir şeyə dəyər qoya bilər. Bütün hər nəyi hesablayandan sonra. Düzdür. Bizim də istehsalçımız məcazi mənada kimdir? Allahdır. O bilir bizim dəyərimiz nədir. Allah bizə deyir ki, mən sizə dəyər qoymuşam. Sizin qiymətiniz yeganə bir şeydir, o da cənnətdir. Özünüzü ondan ucuza satmayın. Hədislər də bax, bu ayəyə əsasən bizə İmam Zeynəl Abidindən və digərlərindən hədis var. Allah sizin üçün dəyər olaraq, qiymət olaraq cənnəti təyin edib, özünüzü ondan ucuza satmayın. Ona görə əziz dəyərli qardaşlar, Allah elə bir ticarətə girib. Bu ticarətin fərqinə varanlar dünyanı da və axirəti də əldə edirlər. Bu ticarətin fərqinə varmayanlar elə mənimdir deyib bu dünyada bədbəxt olub gediblər.
Bu məhərrəmlik günlərində artıq indi biz səfər ayındayıq. Elə biz ümumi bu 2 aya əza məhərrəmlik günləri deyirik. İndi səfər günlərini yaşayırıq. Bu ayənin mən deyərdim ki, ən bariz nümunəsi kimdir? İmam Hüseyin əleyhissalatu vesselam. Kimdir? İmam Hüseyin əleyhissalatu vesselamla vuruşan, canlarını fəda edən insanlar. Ay kişi, vallah, billah, adam heyrətə gəlir bu insanın həyatına, danışığına, bu Kərbalada davranışlarına, fədakarlıqlarına, həqiqətən də həqiqi ticarəti Allahla Hüseyin edib. Öz canını, malını, ailəsini, rahatlığını, evini, eşiyini, hər nəyini Allaha nə edib? Təqdim edib. Bir də var, bax, Hüseynin elədiyi ticarətdən də o tərəfədir ya. Çünki Hüseyin Əlinin oğludur. Bir şeyə diqqət edin. Biz ticarət edirik. Onlar isə Allahın razılığını əldə eləmək üçün bu işləri görüblər. Hz. Əli əleyhissalatu vesselam bu hədislərdə biz demirik ki, deyir, müraciət edir Allaha, bu söz ondan məşhur sözdür, ilahi pərverdigara, mən sənin cəhənnəmivin qorxusundan və cənnətivə olan şövqümdən sənə ibadət etmirəm. Yəni, mən sənə namaz qılmıram ki, məni cəhənnəmdə yandırmayasan, cənnətə salasan. Mən səni ibadətə layiq bilib ibadət edirəm. Mən istəyirəm ki, sən məndən razı olasan. Quran-ı Kərimdə Allah Hz. Əli əleyhissalatu vesselamın Peyğəmbərin yatağında yatmağını dəyərləndirib, onun barəsində ayə nazil eləyib ya eləməyib. Qardaş, orada da bir ticari formada ayəni təqdim edib də bizə. Deyir, insanlardan bəzilərini, öz canlarını Allahın razılığı müqabilindən eləyərlər, satarlar. Ticarətdir, amma ticarətdə nə cənnətdir, nə dünyadır, nə maldır, nə mülkdür. İlahi, ta ki sən məndən razı qalasan. Bax, Hüseyin və Hüseynin ətrafında olanlar Kərbalada bu ayəni tam şəkildə onlardan üstün tətbiq edən ikinci fərdlər yoxdur. Allahla ticarətə girdilər, ticarət qalsın kənara, onlar Allahda fəna oldular, fənafillah oldular. Özlərini Allahın varlığının haqqın müqabilində heç saydılar. Haqqın müdafiəsində can da, övlad da, mal da, mülk də, rahatlıq da, hər bir şeyi yox dedilər, hər bir şeyi. Bunu yeganə Hüseyin elədi, Hüseynin səhabələri elədi. Və ona görə də mən dəfələrlə o sözləri demişəm, təkrarlamaq istəmirəm. Hüseyin özü bir həqiqətən də o Kərbala qəhrəmanı, ümumiyyətlə haqq səmasının ən parlaq ulduzudur. Ondan o tərəfəsi yoxdur. O bir günəşdir ki, onu inkar eləyən kördür, gözü görmür. Amma onun ətrafında olan insanlar da həqiqətən də bu ticarəti çox gözəl şəkildə Allahla tətbiq elədilər. Baxın, orada elə insanlar vardır ki, biz deyirik ki, məsələn, uşaq başa düşmür, böyük, məsələn, bilir, filan. Qardaş, Kərbalada elə uşaqlar vardır, olub ki, elə uşaqlar, elə hələ həddi buluğa çatmayan uşaqlardan bəzi qəhrəmanlıqlar, bəzi sözlər nəql olunur ki, onlardan biri Əmr ibn Cündub, Əmr uşaq olub. Bax, tarix, Kərbalaya gedənlər hamımıza qismət eləsin, şəhidlərin ümumi o qəbrində onun da qəbri var. Balaca oğlan olub. Bu, eyni gündə atası şəhid olub, İmam Hüseyinlə. Atası şəhid olub, anası çağırıb, oğlum, atan şəhid oldu, Hüseyin təkdir. Geyindirib, əlinə bir qılınc verib ki, bizim el dilində qılınc ondan böyük olub. Mən bunu öz dilimdə deyirəm, ha, yəni təsəvvür edin bu insanlar, indi bu uşaqda olan ürək bir kənara qalsın. Bu anada olan ürəyə baxın siz. Ərini itirib, sonra da öz övladını göndərir ki, Hüseyin təkdir. Bu, heç yerdə yoxdur, heç bir yerdə yoxdur. Bu ticarət ki, Allahla eləyiblər bunlar, heç yerdə yoxdur. Bu əmr gəlir, qalır İmam Hüseyinlə üz-üzə, əlində qılınc, İmam Hüseyin baxır bunun boyuna, baxır bunun hərəkətinə, deyir, oğlum, sən indi atavı itirmisən. Anan indi öz sahibini, yoldaşını itirib. Sənin bura gəlməyindən anan razı olmaz, narazı olar. Get, qayıt, anan qoy baxsın sənə, heç olmasa sənə baxıb təskinlik tapsın. Dedi, ağa Hüseyin, anam özü öz əlləri ilə məni geyindirib. Bu qılıncı öz əli ilə mənə verib, məni bura göndərir. Eşq olsun belə insanlara ki. Harada var belə insanlar?
Harda var belə insanlar ki, Ubeydullah ibn Ziyad, Allah ona lənət eləsin, eləmədiyi qəddarlıq, namərdlik, nakişlik qalmadı Kərbalada. Onlardan biri o idi ki, adlı sanlı insanların Küfədə ailələrini nə edirdi? Hücum elə, əskərlərini göndərirdi, uşaqlarını götüzdürürdü, ailələrine zülm edirdi ki, xəbər getsin, çatsın, bu qorxsun, ya uşaq, ya ailə, ya nədir, ya da Hüseyin. Ya onları öldürürük, ya da gərək Hüseyini tərk edəsən. Bax, bir dənə insana qeyrət verən, həqiqətən də insanı düşündürən səhnələrdən biri qoca bir kişi, hələ deyirlər ki, Peyğəmbəri görən insanlardan. Oğlunu Übeydullah ibn Ziyad, Allah ona lənət eləsin, əsir götüzdürür, evindən götürür, aparır, xəbər göndərir ki, ya Hüseyin, ya da oğlun. Əgər Hüseyini tərk eləsin, oğlunu sənə sağ-salamat gəl, yaşa, necə istəyirsən. Amma əgər Hüseyinlə bərabər olsun, oğluyu öldürəcək. Təsəvvür edin, bir ataya, ata üçün ən çətin nədir? İmam Cəfər Sadiqə sual verirlər ki, dünyanın ən böyük bəlası nədir? Mən çox uzatdım, sizdən çox-çox üzr istəyirəm, qutarıram. İmam Sadiqə sual verirlər ki, dünyanın ən böyük bəlası nədir? Cavab verir İmam Cəfər Sadiq, dünyanın ən böyük bəlası, ən çətin müsibəti insanın cavan, itaətkar övladını nə eləməyidir? İtirməsidir. Cavan ölümü atanın belini sındırır. Allah heç bir valideyni bundan imtihan eləməsin. Çətindir. Təsəvvür edin, bu kişi, Peyğəmbər sahabəsi, İmam Hüseyinlə döyüşməyə gəlib, ən böyük imtihandan üz-üzə gəlir. Harada? Kərbalada Aşura günü. Sizcə, indi təsəvvür edin ki, bu məsələyə reaksiyası necə olar? Yığır öz silahdaşlarını, baxın görün nə deyir onlara. Deyir, sizi and verirəm Allaha. Hüseynin bu məsələdən xəbəri olmasın. Əgər Hüseyin bilsə ki, Übeydullah ibn Ziyad mənim oğlumu əsir edib, mənə onunla bərabər şəhid olmaqlıq nəsib olmayacaq. Mənə deyəcək, get, oğlunu qutar. Mən istəmirəm Hüseyin bundan xəbərdar olsun. Nə olar? Mənim də canım, övladımın da canı Hüseynə fəda olsun. Bu haqq yola fəda olsun. Belə ticarət görmürsünüz ki. Ola bilməzək. Xəbər gəlir, sızır, çatır İmam Hüseynə. İmam Hüseyin bunu çağırır. Deyir ki, mən sənə haqqımı da halal edirəm. Gələ, sənə nə lazımdır, nə onu razı salarsa onu da verirəm. Ged oğlumu qutar, deyir Hüseyin. Bu can ki, gəlib burada sənin qabağında şəhid olmağa, mənə bu lütfi çox görmə. Mən də sənə qurban olun, fəda olun, mənim övladım da sənə qurban olsun, fəda olsun. Belə kişilər vardı ki, Allahla Kərbalada ticarətə girdilər. Ağaları Hüseynə özlərini bənzətdilər. Bu günləri, əziz qardaşlar, biz bunları danışıb, bəli, təsirlənirik. Onlarda olan ürəyə baxıb heyrətlənirik, təəccüblənirik. Bunlar necə insanlar olublar? Bəli, qürur duyuruq. Amma bu günləri biz bunlara da bir tamaşaçı kimi baxmamalıyıq, qardaşlar. Gəlin, biz də bu günləri Hüseyin və onun sahabələri simasında Allahla ticarətə girək. Böyük ticarətlər eləyənmirik biz. Kiçik ticarətlər eləyək. İlahi, sənə xatir mən yalan danışmağı tərk edirəm. Qeybət eləməyi tərk edirəm. Həsədi, paxıllığı, ara vurmaqlığı, cürbəcür o mənfur sifətləri sənlə bu kiçik balaca şeylərdən başlayaq da, ticarət bir dəfəli böyük ola bilməz ki, belə deyir. Bu başlayan işlər yavaş-yavaş olur da. Yəni kiçik şeylərdən başlayaq, öyrənək Hüseynindən. Hüseyin canını verdi, Hüseynin ətrafında olan balaların verdilər, hər nələrin verdilər. Biz gələk, məsələn, xırda şeylərlə başlayaq da. Bu şeyləri biz eləyə bilsək, bəli, biz bu ayədə yatan gizli həqiqəti kəşf eləmiş olarıq. Və illa dediklərimiz ancaq məlumat, ancaq eşidərik, bəh, nə gözəl insanlar olublar, heç birimizə də heç bir fayda olmayacaq. Allah bizi bu ayələri oxuyub, əvvəl nədir? Həqiqi Allahla öz səviyyəmizə görə ticarət eləyən insanlardan qərar versin inşallah. Allah bu gözəllikləri bizə çox görməsin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yekulləhu kufuvən əhəd. Amennə billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və barakatuhu.